Salam əziz şagirdlər, 26 oktyabr 2025-ci ildə Dahi Akademiyada keçirilmiş 8-ci sinif üzrə buraxılış imtahanının Azərbaycan dili suallarının izahını verəcəm. 27-ci sualdan başlayırıq. D cədvəli ardıcıllıqla tamamlayın. G hərfinin ifadə etdiyi səslər və nümunə söz. Deməli, G hərfi cingiltili samitdir və kar qarşılığı K-dır. Amma bir qism çox hecalı sözlər var ki, hansı ki çoxsu da milli mənşəli sözlərimizdir. Həmin sözlərdə G hərfi X kimi və Q kimi tələffüz olunur. Tək halda müstəqil işləndikdə X kimi, özündən sonra samitlə başlayan söz və şəkilci gəldikdə yenə X kimi, özündən sonra saitlə başlayan söz və şəkilci gəldikdə isə Q kimi tələffüz olunur. Baxaq A variantına. Tək halda işlənib, ona görə qonaq deyə tələffüz olunacaq. Bunu götürmürük cavab olaraq. Çünki cədvəlimizdə birinci Q, sonra X, sonra K kimi tələffüz olunan sözləri istəyir. B variantına baxırıq. Uşaq otağı. Özündən sonra sait gəldiyi üçün bu hərf Q kimi tələffüz olunacaq. Birinci şərtimizi ödədi. Daha sonra bayraq tək halda işləndiyi üçün bayraq deyə tələffüz olunacaq. 9 sözündə isə birinci K-ya keçəcək. Hər üç şərti ödədiyi üçün cavabımız olacaq B variantı. C variantında qoruq deyə tələffüz olunur, götürmürük. D variantında otaq deyə tələffüz olunur, götürmürük. Y variantında da sözün ortasında gələrsə, özündən sonra kar samit gəldiyi üçün K kimi tələffüz olunur. 28-ci sual. Müəllim sözü ardına aşağıdakı cümlələrdən doğru olanı ilə tamamlayın. Biz fonetikada keçəndə demişdik ki, Ü, Ə, Ü, A, A, E və s. bu kimi müxtəlif cinsli saitlər yanaşı gələrsə, deyiliş və yazılış arasında heç bir fərqli məqam olmur. Deməli, müəllim sözü necə yazılırsa, o cümlədə tələffüz olunur. Biz elə variant seçməliyik ki, həmin bu şərti ödəsin. A variantında deyir ki, müavin sözü kimi yazılışı və deyilişi fərqlənməyən sözdür. Bəli, cavabımız elə A-dır. Ü, Ə və Ü, A birləşmələri deyiliş və yazılış arasında fərqli məqam yaratmır. B variantında deyir ki, saat sözü kimi yazılışı və deyilişi fərqlənən sözdür, səhvdir. C variantında deyir, alim sözü kimi uzanan sait olan sözdür, səhvdir. D variantında deyir ki, radio sözü kimi tələffüzündə səs artımı olan sözdür, səhvdir. Y variantında da deyir ki, ədəbiyyat sözü kimi tələffüzündə səs düşümü olan sözdür, bu da səhvdir. Sonra 29-cu sual. Deyir, cümlədəki ismi birləşməni müəyyən edin. Biz bugün məktəbin həyətində saat tapdıq. İlk öncə onu deyim ki, ismi birləşmələr, ümumiyyətcə söz birləşmələri 2 və daha artıq müstəqil leksik mənalı sözün birləşməsindən yaranır. Aslı əsas tərəfi olur və əsas tərəfin ifadə vasitəsi adlar olarsa biz ona ismi birləşmələr deyirik. Əsas tərəfin ifadə vasitəsi məsdər, fe'li, sifət və fe'li bağlama olarsa isə fe'li birləşmə deyirik. Bu cümləmizdə bizim ismi birləşməmiz məktəbin həyətində sözüdür. Birinci tərəfi müəyyənlik alınan, ikinci tərəfində isə mənsubiyyət şəkilçisindən düzəlmişdir. Biz tapdıq söz birləşməsi deyil, cavabımız B variantıdır. C variantında saat tapdıq, yenə söz birləşməsi deyil. Məktəbin, daha doğrusu həyətində tapdıq, yenə söz birləşməsi deyil. Bugün isə mürəkkəb zərfdir, söz birləşməsi deyil. 30-cu sual. Səhv yazılmış mürəkkəb adı seçin. Mürəkkəb adların o yazılış qaydalarından bağlı olan sualda Azərbaycan Respublikasının prezidenti, bəli, düzgündür və tərkibindəki bütün hərflər böyüklə yazılmalıdır. Azərbaycan Respublikasının milli qəhrəmanı, bu da həmçinin düzgündür, böyüklə yazılmalıdır. Çaldıran döyüşü düzgün yazılıb, Məhəmməd Füzuli həmçinin düzgün yazılıb, ad soyadlar böyüklə yazılır. Cavabımız olur Y variantı. Çünki buradakı şah sözü balaca hərflə yazılmalı idi. Demişdik, ləqəb titul bildirənlər şah, xan, mirzə, şeyx və s. sözlər birinci gəlirsə böyüklə yazılır, amma sonra gəlirsə kiçiklə yazılır. Cavab Y variantıdır. 31-ci sual. Hansı sözün tələffüzündə q əvəzləməsi baş verir? Bu birinci sualda izah etdiyim qaydadır. Biz baxacağıq ki, özündən sonra saitlə başlayan söz və şəkilçi gəlsin ki, q x-ya keçsin. Toyuq dəni x-ya keçir, çünki özündən sonra samit gəlib götürmürük. Yarpaq dolması yenə samit gəlib götürmürük. Bayraq astıq. Özündən sonra gələn söz A saitdir deyə bunu X kimi tələffüz edirik. Cavabımız olur C variantı. Bulanıq maye yenə götürmürük. Çünki maye sözü M hərfi samitdir. Qonaq gəldi. Burada da həmçinin. Gəldi sözü samitdən başladığı üçün götürmürük. 32-ci sual. Düzgün məntiqə ardıcıllığı tamamlayın. İldırım, ilan, işartı, İraq. Elə klasterin tərkibindəki nümunələrə əsasən biz artıq başa düşürük ki, burada ahəng qanunundan söhbət gedir. Milli sözlərimizdə əsasən ahəng qanunu pozulmur. İstisna bir qism sözlər var ki, milli olsa belə, orada ahəng qanunun pozuntusuna rast gəlirik. İndi biz elə variant seçməliyik ki, bunlara uyğun olsun. A variantına baxırıq. İnam dəftər. İnam bu şərtimizi ödəsə də dəftər ödəmir, çıxırıq. İlxı ödəsə də katib ödəmir, çıxırıq. İlq və ilğım hər ikisi şərtimizi ödəyir. Hər ikisi milli sözlərimizdir, amma ahəng qanunu pozulub. D variantında alim şərtimizi ödəmir. Y variantında isə dünya şərtimizi ödəmir. 33-cü sual. Biri fe'li birləşmə deyil.
A variantında evə gedərkən feili bağlama tərkibidir, feili birləşmədə çıxırıq. B variantında yaxşı danışan feili sifət tərkibidir. Yenə feili birləşmədə çıxırıq. Cavabımız burada olur C variantı. Düzdür, biz demişdik ki, əsas tərəfi məsdər, feili sifət və feili bağlama olarsa onu feili birləşmə götürürük. Amma burada bir istisna məqam var. Qaydada da keçmişdik. Əgər birinci tərəfi yəlik halda olan söz olarsa, ikinci tərəfi maqmək plus mənsubiyyət şəklində verilərsə, biz onu götürürük ismi birləşmə. Burada da şagirdin sözündə in sözü yəlik haldadır. Maqmək plus mənsubiyyət şəklində də ikinci tərəf işlənib. Deməli, biz bunu götürəcəyik ismi birləşmə. D variantında haqqını tələb edərkən feili bağlama tərkibidir, feili birləşmədir. Y variantında da ürəkdən dua edən yenə feili sifət tərkibidir və feili birləşmədir. Keçirik 34-cü suala. Düzgün yazılmış mürəkkəb adı müəyyən edin. Burada 8 mart sözündə mart sözü kiçiklə yazılacaq. Xudafərin körpüsündə körpü sözü kiçiklə yazılmalıdır. Ona görə bunlar deyil. Dəyanət vəqfi sözündə vəqfi sözü kiçiklə yazılmalıdır. Bu da deyil. Əkinci qəzeti. Düzgün cavabımız budur. Çünki qəzet, jurnal, nəşriyyat adları, kafe adları, mağaza adları dırnaq içərisində verilir. Naxçıvan Muxtar Respublikası da səhvdir. Çünki Muxtar və Respublika sözü böyük hərflə yazılmalı idi. Daha sonra keçirik 35-ci suala. 35-ci sualda deyir ki, hansı cərgədə birinci sözün son hərfi cingiltili tələffüz olunur? Bu fonetikada keçdiyimiz B, D, G və C qaydasıdır. Sonu bu hərflə bitən sözlərdən sonra samitlə başlayan söz və şəkilçi gələrsə və yaxud da tək halda işlənərsə, keçir öz kar qarşılığına. Yox, özündən sonra saitlə başlayan söz və şəkilçi gələrsə, o zaman olduğu kimi qalır. İndi baxaq variantlara. A variantında deyir qanad açmaq. Özündən sonra gələn söz A saiti ilə başlayıb, ona görə olduğu kimi qalır. Elə cavabımız A variantıdır. Digər variantlara da baxaq. B variantında deyir ağac kötüyü. Kötüy sözü samitlə başladığı üçün bu öz kar qarşılığına keçir, çıxdıq. Kənd havası həmçinin t-ya keçir, çünki havası sözü samitlə başlayıb. Qılınc qını və tüfəng qundağında da hər ikisində də özündən sonra samitlə başlayan söz gəldiyi üçün bunlar öz kar qarşılığına keçir. Cavab olaraq götürmürük. Cavabımız olur A variantı. 36-cı sual. Söz birləşmələri haqqında yazılanlardan biri yanlışdır. Aslı və əsas tərəfi olur. Düzdür. Bizdən yanlış istədiyi üçün götürmürük. B variantında 2 və daha artıq müstəqil leksik mənalı sözlərin birləşməsindən yaranır. Düzdür. İsmi və feili birləşmələr olmaqla iki yerə ayrılır. Bu da düzdür. İsmi birləşmələrin əsas tərəfi adlarla ifadə olunur. Bu da düzdür. Cavab olur Y variantı. Deyir, köməkçi nitq hissələri söz birləşmələrinin yaranmasında iştirak edir. Xeyr, köməkçi nitq hissələri söz birləşməsinin yaranmasında iştirak edə bilməz. Çünki ancaq əsas nitq hissələri olmalıdır. Davam edirik 37 və 46-cı suallarla. Bu mətndən bağlı suallardır. Birinci mətnimiz Baltanızı itiliyin mətnidir və bədii mətndir. Mətni oxumusunuz, keçək suallara. 37-ci sual. Deyir, fikirlərdən biri yanlışdır. Yanlış olanı seçirik. Oduncu həvəsli işə başlayır. Bu doğrudur. Oduncu sonraki günlər daha az məhsuldar olur. Bu da doğrudur. Çünki birinci gün 18 ağac kəsib gətirir, sonra 15, sonra 10, get-gedə aşağı düşür. C variantı, iş yoldaşları ondan daha bacarıqlıdır. Xeyr, mətndə belə bir məlumat yoxdur. Bizdən də yanlış istədiyi üçün biz C variantını seçirik. Daha sonra D variantı deyir, müdürü anlayışlı və yol göstərən biri idi. Bu da düzdür. Y variantında deyir, oduncu baltanı itiləmədən işləyirdi. Bəli, elə ona görə də get-gedə daha az ağac kəsməyə başlayır. Cavabımız oldu C variantı. 38. Müdirin axırıncı dəfə baltanı nə zaman itiləmisən sualı nəyi ifadə edir? A variantı, odunçun tənbəlliyini, xeyr, oduncu tənbəl deyildi. İşin çətinliyini, xeyr, bunu da ifadə etmir. Cavab C variantı olacaq, özünü təkmilləşdirmənin vacibliyini. Çünki axırıncı abzasda baxsaz, o haqda cümlələr qeyd edib. Yazılıb ki, arada bir dayanıb özümüzü inkişaf etdirmək və məhsuldar olmaq üçün nə etməz lazım olduğunu araşdırıb tapmaq lazımdır. Yəni, arada bir dayanıb baltanızı itiləməlisiniz. Yəni, gördüyünüz kimi tam olaraq bu sualın uyğun cavabıdır. D variantında deyir, odunçunun fiziki cəhətdən zəif olması, xeyr, oduncu zəif deyildi. Bu işin ona uyğun olmadığını, xeyr, oduncuya uyğun bir iş idi. Davam edirik 39-cu sualla. Deyir, mətndə qara hərflə verilmiş sözün qarşılığının işləndiyi cümləni müəyyən edin. Mətndə qara hərflə verilmiş söz motivasiyası artan sözüdür. Motivasiya sözüdür. Motivasiya sözü də həvəsləndirmək, stimul almaq, bu kimi sözlərlə yaxın mənalı söz kimi götürülür. Cavablara baxaq. A variantında deyir ki, müəllim dərsi yeni metodlarla izah etdi. Burada yoxdur. B variantında şagirdlər sınaqda yaxşı nəticələrini görəndən sonra oxumağa daha da həvəsləndilər. Cavab olaraq bunu götürürük. Çünki həvəslənmək və motivasiyası artmaq yaxın mənalı sözlərdir burada.
C variantı, onun nikbinliyi hamıda müsbət təsirat oyadırdı. Xeyr. D variantı, bədbin insanlar uğursuzluqlarından dərs çıxarmaq əvəzinə hər şeyə mənfi tərəfdən baxırlar. Burada da elə bir söz yoxdur, qarşılıq ola bilsin. Y variantında həyat biz planlar qurarkən başımıza gələnlərdir. Bunu da götürmürük, çünki qarşılıq olan söz işlənməyib. 40-cı. Mətnin əsas ideyasını dolğun ifadə edən variant hansıdır? A variantı, çox çalışmaqla uğur qazanmaq mümkündür. Xeyr. Odunçu çox çalışdıqca daha da az ağaclar kəsməyə başlayırdı. B variantı, fiziki güc və səbir hər qapını açır. Xeyr. C variantı, başqasının məsləhəti uğura aparır. Xeyr. Bu mətnin ideyasını dolğun şəkildə əks etdirmir. Cavab B variantı olacaq. Özünü inkişaf etdirməyən insan geridə qalır. Bəli. Mətndə də elə sonuncu abzasda bu barədə məlumatlar verilmişdi, cümlələr verilmişdi daha doğrusu. Yəni, insan özünü inkişaf etdirmədən irəliyə gedə bilməz. Y variantı da uğur təsadüfün nəticəsidir. Xeyr. 41-ci sual. Qarşısında ulduz işarəsi qoyulmuş sözün kontekstə uyğun işləndiyi nümunəni, cümləni daha doğrusu müəyyən edin. Qarşısında ulduz işarəsi qoyulmuş söz orada kəsmək feili idi və ağac kəsməkdən söhbət getdiyi üçün də həqiqi mənada idi. Bizdən də burada soruşur ki, eyni mənada işlənsin, yəni kontekstə uyğun. Demək ki, biz də kəsmək feilini həqiqi mənada işlədilən cümlədən seçməliyik. A variantında deyir, oğlunun hərəkətindən sonra ondan ümidini kəsmişdi. Ümidini kəsmək məcazidir, bizə həqiqi mənası lazımdır. B variantında uğur qazanmasın deyə onun yolunu kəsdilər. Bu da məcazidir. C variantında mən sinif yoldaşlarımla əlaqəni kəsmişəm. Bu da məcazidir. D variantında aralarındakı bağ çoxdan kəsilmişdir. Bu da məcazidir. Y variantında ad günü tortunu kəsib qablara qoydu. Cavabımız elə budur, çünki tortu kəsmək həqiqi mənadadır və mətndəki məna ilə eynilik təşkil edir. 42-ci sual. Mətn tərkib hissələri ilə bağlı yanlışlığı müəyyən edin. İlk öncə onu deyək ki, mətnlər 3 hissədən ibarət olur. Giriş, əsas hissə, nəticə. Giriş başlanğıcdır. Əsas hissədə hadisələr danışılır. Nəticədə də yekun hissə və yəni sonluq olaraq adlandırırıq. Deməli, A variantında deyir, odunçunun iş tapması əsas hissə. Bu düzdür. Hadisə danışılan yerdə olur. B variantı, uğur hekayələri haqqında qısa məlumat giriş hissə. Bəli, bu da doğrudur. Birinci uğur hekayələrindən bir neçə cümlə deyil, sonra odunçunun həyatına keçir. C variantı, odunçunun məhsuldarlığının azalması nəticə hissə. Xeyr, səhv variant budur. Daha doğrusu yanlışlıq istədiyi üçün bu variantı seçirik. Çünki məhsuldarlığının azalmasından bağlı söhbətlər əsas hissədə gedirdi, nəticə hissədə deyil. D variantında 18 ağac kəsib gətirməyə əsas hissə, bəli, hadisələrin danışıldığı yer idi. G variantında arada dayanıb özünü inkişaf etdirmək lazımdır. Fikri nəticə hissə, bəli. O fikri də nəticə hissəsində daha dolğun şəkildə yazmışdılar. 43-cü sual. Odunçunun xarakteri xüsusiyyətləri əsasında klasteri tamamlayın. Odunçunun hansı xarakteri xüsusiyyətləri var idi, onu seçəcəyik. A variantında deyir, təkəbbürlü, qısqanc, acıdil. Bu səhvdir, təkəbbürlü özündən razı və lovğa deməkdir. Odunçu elə bir insan deyildi. B variantı, işgüzar, çalışqan, səmimi. Bəli, cavabımız elə budur. Odunçu həqiqətən də işgüzar idi, çalışqan idi və səmimi idi. C variantında deyir, qorxaq, cəsarətsiz, fərsiz, xeyr. D variantında laqeyd, qəzəbli, vecsiz, xeyr, belə bir insan deyildi. Y variantında tənbəl, kobud, bacarıqsız, xeyr. Odunçu elə bir insan deyil idi, əksinə işgüzar, çalışqan və səmimi bir insan idi. 44-cü sual. Mətndə hansı suala cavab yoxdur? A variantı, odunçu baltanı nəyə görə itiləmir? Özü də orada cavab verir ki, başım ağac kəsməyə o qədər çox qarışmışdı ki, baltanı itiləmək yadımdan çıxmışdı. A variantı ona görə çıxır, çünki bizdən cavab yoxdur soruşur. B variantında odunçunu nə motivasiya edir? Yadınızdadırsa mətndə müdiri onu tərifləyir, tərifləyəndən sonra onun motivasiyası artır, gedir daha çox işləyir. C variantında odunçunun gücdən düşməsinin səbəbi nə idi? Odunçu görür ki, nə qədər çox çalışsa da, kəsdiyi ağacların sayı get-gedə azalır, ona görə də onu gücdən salır. D variantı, müdirin xarakteri necə idi? Bu suala da cavab var. Çünki odunçu gedib ona danışanda müdir ona yol göstərir. Ondan soruşur ki, baltanı axırıncı dəfə nə vaxt itiləmisən? Yəni müdirin müsbət xarakteri olduğunu görə bilirik. Y variantında deyir ki, odunçu müdirindən bu işə görə nə qədər pul alırdı. Amma bu haqda mətndə heç bir məlumat yoxdur. Yəni maaş və pul söhbətini biz mətndə görmürük və ona görə də cavab yoxdur soruşursa biz Y variantını götürəcəyik. Sonra test 45-ə baxaq. Mətn əsasında səbəb-nəticə cədvəlini tamamlayın. Bu kimi klasterlərdə əgər səbəb verilirsə, biz onun nəticəsini tapırıq. Nəticə verirsə, onun səbəbini tapırıq. Müdirin sözləri odunçunu daha da həvəsləndirir. Bu səbəbdir. Odunçu həvəslənəndən sonra nə edir?
gedir daha çox çalışır. Düzdür? Nəticə hissəsi olaraq daha çox çalışmağa başlayır yaza bilərsiniz. Sonra İkinci hissəsində isə nəticəni verib, odunçu gedib müdüründən üzr istəyir. Nəyə görə üzr istəyir? Odunçu görür ki, get-gedə kəsdiyi ağacların sayı azalır. Birinci 18 olur, sonra 15 olur, sonra 10 olur və çox üzülür. Üzüldüyü üçün gedir müdüründən üzr istəyir. Ondan sonra hətta müdür ona sual verir ki, axırıncı dəfə baltanı nə vaxt itiləmisən? Yəni belə bir söhbət olur aralarında. Yəni bura məhsuldarlığı azalır və yaxud da ki üzülür, gedir üzr istəyir yaza bilərdiniz. Sonra 46-cı sual. Deyir, mətnin əsas hissəsinə aid 3 bənddən ibarət plan qurun. Mətnin əsas hissəsi bayaqda qeyd elədiyimiz kimi hadisələrin danışıldığı hissədir. Yəni o hadisələrin danışıldığı hissəsindən planlar qurub yaza bilərdiniz. Məsələn, yazmaq olar ki, odunçunun iş tapması, odunçunun həvəslə işlənməsi, get-gedə məhsuldarlığının azalması, daha sonra müdürünün yanına gəlib fikrini bildirməsi və s. bu kimi sözləri bu 3 bəndə yazıb qeyd edə bilərsiniz. Yəni düzgün cavablar onlardır. 47-56-cı suallar isə ikinci mətnimizlə bağlı olan suallardır. İkinci mətnimiz Ağabacı Rızayeva haqqındadır. Publisistik mətndir. Mətni oxumusuz, keçirik suallara. 47-ci sual. Deyir, aşağıdakı fikirlərdən hansını Ağabacı Rızayevin fəaliyyəti ilə əlaqələndirmək olar? A variantı. Azərbaycan musiqisində ilk operanı yazmışdır. Xeyr, belə bir məlumat verilməyib mətndə. B variantı. Qadınların incəsənətdə rolunun artmasına səbəb olmuşdur. Bəli, bu variantı düzgün variant olaraq götürürük. Əslində bu variantı biz mətni oxuyub nəticə olaraq da çıxarda bilərik. Çünki Azərbaycanda ilk qadın bəstəkar idi. Yəni ilk qadın bəstəkar olduğu üçün ondan sonra incəsənətdə qadınların rolunun artmasında səbəbi olaraq götürə bilərik. Ona görə cavab B variantıdır. C variantı. Professional rəqs məktəbi açmışdır. Xeyr, belə bir məlumat yoxdur. Teatr sənətinin inkişafında rol oynamışdır. Xeyr, belə bir məlumat da yoxdur. Müəllimlər üçün dərslik yazmışdı. Xeyr, dərslik yazmamışdı. Müəllim olaraq fəaliyyət göstərmişdi, amma dərslik yazmamışdı. 48-ci sual. Cədvəldəki uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Bu kimi cədvəllərdə nə edirik? Doğrunun altından doğrunu seçirik, yanlışın altından yanlışı seçirik. Əgər bizdən uyğunluq istənilirsə. İndi baxaq. Birinci fikirdə deyir ki, not çalğısını Səid Rüstəmovdan, muğamı isə Mirzə Mənsurdan öyrənib. Həqiqətən də burada belə bir məlumat var. İkinci abzasda deyir, not çalğısı Səid Rüstəmov, muğam isə Mirzə Mənsurdan dərs alıb. Bu cavabı doğru olaraq götürürük. İlk musiqi əsəri Qaranquş mahnısıdır. Xeyr, ilk musiqi əsəri Qaranquş mahnısı deyil. O, uşaqlar üçün yazdığı mahnıdır. Burada qeyd olunub. İlk musiqi isə Vətənpərvərlik marşıdır. Bunu çıxırıq. İndi yanlışın altından yanlışı götürəcək. Deyir, Gəncə Pedaqoji Kollecində təhsil alıb. Burada yazılıb ki, 1929-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdir. Deməli, Gəncədə təhsil almayıb. Amma yanlışın altından yanlış fikir verdiyi üçün biz bunu götürürük. İlk qadın bəstəkardır. Bu da düzdür. Amma yanlış fikrin altında verildiyi üçün götürməyəcəyik. 1 və 3 bizim doğru cavabımız olacaq A variantı. 49-cu sual. Rızayevanın ilk əhəmiyyətli musiqi əsəri hansıdır? İlk, elə burada da qeyd olunubdur. İlk əhəmiyyətli musiqi əsəri Vətənpərvərlik marşıdır. C variantı. Digərləri deyil. 50-ci sual. Aşağıdakılardan hansı Ağabacı Rızayevanın fəaliyyətinə aid deyil? Deyili soruşur. Uşaqlar üçün mahnı yazması bəli, bu aiddir. Bu hissədə də verilib adları uşaqlar üçün yazdıqlarının. Xalq çalğı alətləri üçün əsərlər yazması, bu da doğrudur. Romanslar bəstələməsi, bu da doğrudur. Nəsiminin şeirlərinə 7 romans bəstələmişdi. Sonra D variantında mübahisə etmə əsərini yazması, bəli, bu da mətnimizdə var. Y variantında deyir ki, musiqi ilə bağlı elmi məqalələr yazması. Bu yoxdur. Musiqi ilə bağlı elmi məqalələr yazmayıb. 51-ci sualda klasteri tamamlaya bilməyən fikri seçin deyir. Tamamlaya bilməyən deyirsə, biz oradan yanlış fikri seçəcəyik, doğrunu yox. Deməli, klasterdə verilib Xalq Çalğı Alətləri Orkestrinin simvoli kvarteti üzrə pyeslər yazmışdır. 1963-cü ildə Ali Sovetdə deputat vəzifəsində çalışmışdır. Klasterdə verilən bu iki fikir doğrudur. Amma bizdə deyir ki, klasteri tamamlaya bilməyən fikri seçin. Ona görə də biz səhv fikri seçəcəyik. A variantı 5 iyul, burada sizdə iyul düzəldilmiş halda olacaq. 5 iyul 1975-ci ildə Bakıda vəfat etmişdir. Bu doğru məlumatdır. Bu klasteri tamamlaya bilər. Ona görə götürmürük. Bizə lazımdır ki, tamamlaya bilməyən olsun. 2.
B variantı daha doğrusu. Nəsiminin sözlərinə 7 romans bəstələnmişdir. Bu da düzdür, mətndə var. C variantı. Muğam üzrə Mirzə Mənsurdan dərs almışdı. Bu da doğru məlumatdır. D variantı. Azərbaycanda təhsil almış ikinci qadın bəstəkardır. İkinci deyil axı, ilk qadın bəstəkardır. Klasterimizi bu variant tamamlaya bilmir. Y variantı. Müəllimlik fəaliyyəti ilə məşğul olmuşdu. Bu da düzdür. Deməli, cavab oldu D variantı, çünki klasteri tamamlaya bilməyən yanlış fikri istəyir. 52. Mətnə aid düzgün ardıcıllığı müəyyən edin. Burada mətnə aid olan məlumatlar verilib, amma ardıcıllığı biz özümüz bərpa etməliyik. Deməli, birinci başlayırıq 2-dən. 1912-ci ildə Bakıda anadan olmuşdur. Daha sonra Bakı Pedaqoji Texnikumunda təhsil almışdır. Sonra 4-ü yazırıq. Daha sonra ilk əhəmiyyətli musiqi əsərini yazmışdır. 1-i yazırıq. Daha sonra Bakı Sovetinə deputat seçilmişdir. 3-ü yazırıq. Ən sonda da 1975-ci ildə vəfat etmişdir. Ona görə 5-ci variantı yazırıq. Cavab olur A variantı. 53-cü sual. Deyir, aşağıdakılardan hansı mətndən seçilmiş ismi birləşmədir? İsmi birləşmə haqqında yuxarıdakı suallarda məlumat vermişdik. İndi baxaq variantlara. A variantı qəbul olunmaq ümumiyyətlə söz birləşməsi deyil. Moskvada keçirilən söz birləşməsidir, amma feili birləşmədir. Çünki əsas tərəfi feili sifətlə ifadə olunub. Bizdənsə ismi birləşməni istəyir, ona görə B variantını çıxırıq. Cavabımız C variantıdır. Musiqi əsəri ismi birləşməsidir və əsas tərəfi də isimlə ifadə olunub. Təhsil almış ümumiyyətcə ismi birləşmə deyil, dərs alıb da ismi birləşmə deyil. Cavabımız olacaq C variantı, musiqi əsəri. 54. Üzeyir Hacıbəyovun yaratdığı birləşməsi feili birləşmədir. Çünki ardına aşağıdakılardan düzgün variantla tamamlayın. Yəni biz bu birləşmənin nəyə görə feili birləşmə olduğunu qeyd eləməliyik. Daha doğrusu o variantı seçməliyik. A variantında deyir ki, aslı tərəfi isimlə ifadə olunub. Bunun feili birləşmə olmağının, yəni sübutu olaraq, dəlili olaraq götürə bilmərik. Özdə əsas tərəfi isimlə yox, mürəkkəb adla ifadə olunub. B variantına baxaq. Əsas tərəfi feili sifətlə ifadə olunub. Bəli, biz demişdik ki, əsas tərəfi məsdər, feili sifət və feili bağlama ilə ifadə olunursa, biz onu feili birləşmə götürürük. Cavabımız da B variantıdır. Çünki əsas tərəfi yaratdığı da feili sifətdir. C variantı. Aslı tərəfi mürəkkəb adla ifadə olunub. Düzdür, aslı tərəfi mürəkkəb adla ifadə olunub. Amma bu bunun feili birləşmə olmağının səbəbi deyil. Feili birləşmə olmağının səbəbi əsas tərəfinin feili sifət olmağıdır. Ona görə bunu da çıxırıq. D variantı. Əsas tərəfi sifətlə ifadə olunub. Əsas tərəfi sifətlə yox, feili sifətlə ifadə olunub. Y variantı. Hər iki tərəfi feillə ifadə olunub. Yəni bu da cavab deyil. Çünki feili sifətlə ifadə olunduğu üçün feili birləşmə götürürük. Həm də ki, hər iki tərəfi feillə ifadə olunmur. Birinci tərəfi mürəkkəb adla ifadə olunur. 55. Onun yazdığı musiqi əsəri hamı tərəfindən sevilir və məşhurlaşmasına səbəb olur cümləsi ilə mətnin hansı tərkib hissəsini genişləndirə bilərik və fikrinizi əsaslandırın. Deməli, onun fəaliyyətlərindən, musiqi əsərlərindən, oxuduğu yerlərdən və s. harda danışılır? Əsas hissədə. Dedik, əsas hissədə hadisələrin danışıldığı məqamlar qeyd olunur. İndi götürürsünüz əsas hissəni. Əsaslandırma olaraq da yaza bilərsiniz ki, Ağabacı Rzayevanın fəaliyyəti haqqında əsas hissədə danışılır. Ona görə də bu cümləni əsas hissəyə artırıb genişləndirə bilərik. Əsaslandırma olaraq bu fikri yazmısınızsa düzdür. Sonra mətnə aid 3 fakt yazın. Buradan mətnə aid istənilən 3 dənə faktı seçib yazmaq olar. Yəni, mətnə aid faktları seçib yazmısınızsa düzgündür. Məsələn, anadan olduğu ilə yaza bilərsiniz, deputat olduğu il yaza bilərsiniz, yazdığı mahnı adlarını yaza bilərsiniz, oxuduğu yerləri, müəllimləri yaza bilərsiniz. Yəni, ürəyiniz hansı fakt istəyirsə, mətndən seçib bu 3 dənə yerə yazıb tamamlaya bilərsiniz. Bu qədər, sağ olun.